Salam dəyərli müəllimlər və şagirdlər. Bugünkü dərs izahımız həndəsənin əsas anlayışlarıdır. Bildiyimiz kimi, həndəsənin əsas anlayışlarında biz keçəcəyik nöqtə, düz xətt, müstəvi. Bunlar həndəsənin ilkin anlayışlarıdır. Biz bilirik ki, düz xətt deməli sonsuzdur. Yəni, nə başlanğıcı var, nə də sonu var. Şuanın isə başlanğıcı var, sonu yoxdur. Parçanın isə başlanğıcı da var, sonu da var. Bəs yaxşı, gəlin görək həndəsədə teorem nədir? Yadınızda saxlayın. Həndəsi fiqurun isbat olunan xassəsini ifadə edən təklifə teorem deyilir. Teorem. Yəni, teoremin belə deyək də, isbata ehtiyacı olmur. Məsələn, hər hansı bir düz xəttə aid olan, tutalım ki, aid olmayan nöqtələr var. Məsələn, aid olan budur, aid olmayan da budur. Sonra, məsələn, iki nöqtədən yalnız və yalnız bir düz xətt keçirtmək olar. Bir nöqtədən isə sonsuz sayda düz xətt keçirtmək olar. Düz xəttin ixtiyari üç nöqtəsindən biri digər ikisinin arasındadır. Məsələn, gəlin belə deyək, baxaq görək, parça sayı düz xətt üzərində, məsələn, necə tapılır? Tutalım ki, bir nöqtənin üzərində, bir düz xəttin üzərində 3 dənə nöqtə var. Deyir ki, bu nöqtələri birləşdirməklə alınan parçaların sayını tap. Yadınızda saxlayın, düsturu belədir, n vurulsun n-1 böl 2. Yəni, 3 vuraq, 3 çıx 1, 2 bölə 2. 3 dənə parça yaratmaq olar. Bu düstur həm parça düsturudur, həm bucaq saymaq düsturudur, həm salamlaşmaq düsturudur, həm futbol oynamaq düsturudur. Yəni, bu hallarda qalıqlar cəmi düsturudur. Yəni, qalıqların cəmini tapanda da bu düsturdan istifadə edə bilərsiniz. Məsələn, tutalım deyir ki, parça üzərində 3 nöqtə qeyd olunub. Yadınızda saxlayın, bu tip suallarda parça üzərində 3 nöqtə qeyd olunub deyirsə, 3 nöqtə buradan, ikisi də parçadan olur 5 nöqtə. Və həmin düsturu tətbiq eləyə bilərik. n vurulsun n-1 böl 2. Yəni, 5 vuraq 5 çıx 1 böl 2, o da eləyir 10 dənə. Deməli, 10 dənə parça yaratmaq olar. Daha sonra, məsələn, deyər ki, bir nöqtədən 4 şua çıxır. Alınan müxtəlif bucaqların sayını tap. Yenə də həmin düsturdan istifadə edə bilərsiniz. 4 vuraq 4 çıx 1 bölək 2. O da eləyir 6 dənə. Deməli, sonra baxaq nəyə? Məsələn, müstəvi üzərindəki düz xəttlərdən. Müstəvi üzərində əgər iki düz xətt kəsişmirsə, deməli, həmin düz xəttlər nədir? Paraleldirlər bir-birlərinə. Sonra gəlin baxaq bucaq və bucağın növlərinə. Amma ondan əvvəl şuaya aid bir iki dənə də sual verim. Məsələn, bizə deyər ki, şua üzərində 4 nöqtə qeyd olunub. Bu nöqtələr başlanğıc nöqtəsi, məsələn, tam A, B, C-dir. Bu nöqtələr olan neçə dənə müxtəlif şua yaratmaq olar? Yadınızda saxlayın. Baxın, biri də şuanın öz başlanğıcıdır. 1, 2, 3, 4, 5 dənə. Məsələn, başqa bir sual deyər ki, şua üzərində 4 nöqtə qeyd olunub. Neçə parça var? 1, 2, 3, 4. Bir nöqtə də buradan 5. 5 vuraq 4 böl 2 sayda parça var. İndi isə gəlin keçək bucaq və bucağın növlərinə. Biz bilirik ki, deməli, bucaqda belə bir şey var. Bu açıq bucaqdır. 180 dərəcə. Düz bucaq 90 dərəcə. Kör bucaq 90 ilə 180-in arasındadır. Yəni 90-dan böyük, 180-dən kiçikdir. İti bucaq isə yəni 90-dan kiçikdir. Belə deyək də, alfa kiçikdir 90-dan. Və biz nələrə baxacağıq bucaqlarda? Qonşu, qarşı bucaqlar. Biz bilirik ki, sonra, məsələn, maraqlı qayda baxaq nəyə? Tənbölən qaydasına. Baxın, əgər ki, baxın, bu bucaqdan çıxan bu A şuası tənböləndirsə, tənbölən üzərindəki hər bir nöqtə
bucağın tərəflərindən eyni uzaqlıqdadır. Yəni məsəl üçün buradan bura tutalım ki 4 sm-dirsə, məsələn. Buradan da bura 4-dür. Bunu yadınızda saxlayın. Sonra baxaq qonşu, qarşı bucaqlar. Qonşu bucaqların cəmi biz bilirik ki 180 dərəcədir. Məsələn, bura 30-dursa, bura olacaq 150 dərəcə. Qarşı bucaqlar bir-birinə bərabərdir. 30 dərəcədirsə, bu da 30 dərəcədir. Və bunu belə fırlatsız, bu da olar tam bucaq. Tam bucaq isə 360 dərəcə olur. İndi danışacağıq paralel, uyğun tərəfləri paralel olan bucaqlardan. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir. Baxın, bunlar ikisi də itidir. Deməli, bir-birinə bərabərdir. Məsələn, bu 30 dərəcədirsə, bu da 30 dərəcədir. Ya da onların cəmi 180 dərəcədir. Məsələn, gördünüzmü? Biri iti, biri çordursa, deməli, bunların cəmi 180-dir. Məsələn, suallar verir, deyir ki, uyğun tərəflər paralel olan bucaqların biri digərindən 3 dəfə böyükdür. Avtomatik biz bilirik ki, onda biri itidir, biri də çordur və onların cəmi olacaq 180 dərəcə və tənliyimizi həll edəcəyik. Və yaxud da ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdirlər, ya da onların cəmi 180 dərəcədir. Məsələn, indi burada baxırıq ki, ikisi də iti bucaqdır, deməli bir-birinə bərabərdir. Amma biri iti, biri çor olanda avtomatik deyəcəyik ki, məsələn, belə bir şəkil çəkim. Bu itidir, bir dənə də belə bir şey çəkim, bu da olsun çor. Məsələn, bu artıq görürsünüz ki, biri iti, biri çordursa, onda bunların cəmi 180 dərəcə olur. Bəs yaxşı, iki düz xətt bir-birinə paraleldirsə, onda nə olur? İki düz xətt bir-birinə paraleldirsə, onda üçüncü düz xətt çəkək. Deməli, burada daxili çarpaz bucaqlar x, y daxili çarpazdır. Yəni, daxildədir, çarpazdır. Daxili çarpaz bucaqları nədir? Bir-birinə bərabərdir. Məsələn, bura z yazaq. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Ümumiyyətlə, paralelli işləyəndə diqqətlə baxın. Bir iti, bir çorun cəmi, əgər paralellikdirsə, bunların cəmi bizə verəcək 180 dərəcə. Məsələn, bəzi taktikalar var, uşaqlar. Məsələn, paralellik varsa, m hərfi qaydası olanda, tam bura x-dir, bura y-dir. Bu, m-nın qanadlarını toplayıb bura yazırsınız, ya olur x üstəgəl y. Məsələn, bir misal göstərim. Tutalım ki, 40 dərəcədir, bura 50 dərəcə. 50 olmasın, 52 dərəcə olsun. 40 ilə 52-ni toplayırsınız, bura yazırsınız 92 dərəcə. Əslində onun isbatı var, indi misallar üzərində göstərəcəm. Sonra karandaş qaydası var. Əlbəttə ki, əgər bu düz xəttlər bir-birinə paraleldirsə, onda x, bura yazaq y, bura z. Yadınızda saxlayın, x, y, z-in cəmi bizə verir 360 dərəcə. Əslində uşaqlar, bu bir düsturdur. Baxın, 3 dənə bucaq varsa, 180 vurulsun n-1 düsturudur. Yəni 180 vurulsun, 3 dənə bucaq varsa, 3 çıx 1, o da eləyir 360 dərəcə. Ola bilər ki, belə deyək də, başqa tip bir şey olar. Məsələn, belə. Baxın, 1, 2, 3, 4. Deməli, 180 vurulsun, 4 çıx 1. Yenə də tapa bilərsiniz ki, bunların cəmi 540 dərəcədir. Yəni, sizin o dediyiniz karandaş qaydası əslində 180 vurulsun, n-1 düsturundan irəli gəlir. Sonra var zigzag qaydası. Zigzag qaydasında, indi misallar üzərində də göstərəcəm onları. Zigzagı belə eləyək də. Ay, belə, belə, belə. Yadınızda saxlayın. Məsələn, buraya yazaq x, y, z, k, m. Fikir verirsiniz, birinə yazdım, birinə yazmadım. Zigzag qaydasında birini yazırsınız, birini ötürürsünüz. Birini yazırsınız, birini ötürdünüz, birini yazdıq. Deməli, x üstəgəl z üstəgəl m bərabərdir. Diqqətlə baxsaq. Y üstəgəl k-yə. Yəni, bu da zigzagın qaydasıdır. Birini yazdınız, birini ötürdünüz. Baxdınızmı, mən yaşılları topladım, bərabər elədim mavilərin cəminə. Bu da zigzagın qaydası. Rahat üsul olaraq bir dənəsi də var. Kökaltı ifadəyə oxşuyur. Belə bir şeydir. Tamam ki, bura 30-dur. Məsələn deyirəm. Bura x-dir, burada 150-dir. X istəyir bizdən. Yadınızda saxlayın, bu qanadları toplayıb, 30-la 150-ni toplayıb, oradan x-i çıxanda, indi 30 qoymazdım da kaş, qoyardım məsələn 10 dərəcə. 10-la 150-ni toplayıb, x-i oradan çıxırsınız, bərabər edirsiniz. Lap qoy, burada yazaq, 150 yazmayaq, nə bilim, 170 yazaq. Burada
40 yazaq. Qoy düsturumuz düz çıxsın. Aha. 40 ilə 170-i toplayırsınız 210. 210-dan x-i çıxıb bərabər edirsiniz 180 dərəcəyə. X də bərabər olur 30 dərəcə. Bunlar əslində düsturlardır. İndi mən sizə misallar üzərində bunu daha qəşəng izah edəcəm. Çünki bəzən olur ki, düstur elə də yadda qalmır. Gəlin misallar üzərində baxaq. Məsələn, uşaqlar, burada deyir D1 D2-yə paraleldir və alfanı istəyir. Mən bilirəm ki, bayaq da sizə dedim ki, 1, 2, 3, 4. 180 vurulsun n-1 düsturudur. Və biz burada 180-i vuracaq 4 çıx 1-ə. Yəni 3-ə. Eləyir 540 dərəcə. Deməli, bura bir x qoyaq. X üstəgəl 140, üstəgəl 140, üstəgəl 120 bərabər olacaq 540-a. Və buradan alırıq x üstəgəlinsin. Deməli, 400 bərabərdir 540-a və x bərabər olur 540-dan 400-ün çıxanda 140 dərəcə. Və biz burada x-imiz 140 dərəcədirsə, açıq bucaq nə qədərdir? 180. Alfa üstəgəl 140 bərabərdir 180 yazsam, alfamız olacaq 40 dərəcə. Deməli, cavab 40 dərəcəymiş. Sonra, baxaq digər maraqlı bir suala. Biraz da elə bir suallara baxaq. Məsələn, bayaq dediyim kökaltı kimi. Biri var, düsturu biləsiniz uşaqlar. Bir də var ki, praktik yolla gedəsiniz. Məsələn, düsturu bilmək istəyənlər bilsin, qanadlarını toplayırsınız. 150 ilə 120-ni toplayıb, oradan alfanı çıxıb 180-ə bərabər edirsiniz. Alfa olur 90 dərəcə. Bəs yaxşı, düsturu bilməyən neynəsin? Əgər paralellik varsa, xətti uzadın. Gəlin uzadaq. Uzatdım. Onu da uzatdım. İndi biz bilirik ki, daxili bir tərəfli bucaqların cəmi 180-dir. Bura 150-dirsə, bura olur 30. Qarşı bucaqların xassəsinə görə bu da 30. Burada, uşaqlar, 3 bucağın xarici bucağı var. 120 dərəcə xarici bucaqdır. 3 bucağın xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabər olduğuna görə alfamız olacaq 120 çıx 30, 90 dərəcə. Demək biz buradan alfanı tapdıq. Sonra, məsələn, baxaq 3-cü suala. Baxın, bu da sizi qorxutmasın. Əgər paralellik varsa bunu uzatdınız. 100 dərəcədirsə, qonşu bucaqların cəmi 80 olduğuna görə bura olur 80. Bura 30, bura 80. Burada bir 3 bucaq var. Avtomatik xarici bucaq olur 80 üstəgəl 30, yəni 110 dərəcə. Və diqqətlə baxın, paralellikdə daxili bir tərəflərin cəmi 180 deyildimi? Alfa üstəgəl 110 bizə verəcək 180. Deməli, alfamız olacaq 70 dərəcə. Məsələn, baxağın ziqzaq qaydamıza. Ziqzaqa baxın, düsturu özü verir. Biz nə edirik? Birini yazırıq, birini ötürürük. Baxın, A-nı yazıb, bu birini ötürüb, B-ni yazıb, bu bir tərəfdən C-ni. A, B, C. Sağdan götürüb, X, Y. Yəni, baxın, əgər solu götürmüşsə, sağı götürmür. Yəni, sanki bir oyun oynayırsınız. Buradan baxın, uşaqlar, bunu götürmüşsünüzsə, sağını götürmürsünüz. Görürsünüz, burada B-ni götürüb, B-nin sağını götürməyib, C-ni götürüb, sağını götürməyib. Digər tərəfdən X-i götürübsə, artıq solunu götürməyib. Baxın, sanki bir oyun oynadıq, ziqzaq. Baxın, həmin şey alındı. Və buradan da, indi biz alfanı tapmaq istəyiriksə, 40-ı götürəcəyik, buranı götürmürük, 80-ı götürürük, buranı götürmədik, 50-ni götürdük. Keçək sağ tərəfə. Mən əgər 40-ı götürmüşəmsə, 40-ın yan tərəfi, yəni bura 140-ı götürməyə ehtiyac yoxdur. Alfanı götürürəm, bu tərəfi ötürdüm, 100-ü götürürəm. Bəs deyəcək sarjımı, buranı niyə götürmürsən 130? Axı ziqzaqın qaydasına ziyandır. Yəni, bunları əgər mən götürmüşəmsə, bunun sağını boş qoymalıyam. Burada da eləyəcək 170 bərabərdir. Alfa üstə gəlsin 100 dərəcə və alfa da bizə verir 70 dərəcəni. Sonra, məsələn, baxın uşaqlar, bayaqları mən M hərfi qaydası dedim. M hərfi də qaydasından da qorxmursunuz, rahat bir şeydir. Deməli, diqqətlə baxın, M hərfi burada var. Baxın, bu hissədə M hərfi var. Biz bilirik ki, qanadlarını toplayanda ortaya yazırıq da. Qanadlar 20 ilə nə isə toplayıb, gəlin bura x deyək, niyə? Çünki tənböləndir. 2x üstəgəl 20-ni bərabər eləyəcəm 80-a, 2x bərabərdir 60-a, x də bərabərdir 30-a. Əla, mən x-i tapdım 30. Deməli, bu 30, bu da 30-dur. Bura 20-dir.
İndi mu hərfi qaydasına görə diqqətlə baxın, mavi mu hərfi var. Deməli, alfanı tapmaq üçün 20-nin, yəni qanadlarının 20-dən 30-u toplayanda alfa çıxır. Deməli, alfamız olur 50 dərəcə. Sonra, məsələn, bir qəşəng maraqlı suala baxaq. Düstur əzbərləməyin elə də tərəfdarı deyiləm. Yəni, qonşu qarşı bucaqlardan, məsələn, mən bu tip sualları həll edə bilərəm əslində. Çox da düsturuna ehtiyac yoxdur. Məsələn, uşaqlar, baxın, karandaş qaydasıdır. Biz bilirik ki, bunların cəmi 360-dır. Toplayıb 360-a bərabər edib, oradan x-i tapacaqsınız. Görün, daha maraqlı, daha əndrabadi. Məsələn, baxın, 5-ci sual. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180-dir. Əgər bu iti bucaqdırsa, bu da iti idi, onda 50-dir. Çünki baxırıq ki, iti də uyğun tərəflərdə paraleldir. Məsələn, 7-ci sualda uyğun tərəfləri paralel olan bucaqlar. Diqqətlə baxın, biri iti bucaqdır, biri çordur. Deməli, alfa üstəgəlsin 50-ni bərabər edəcəksiniz 180-da və buradan alfanı alacaqsınız 130 dərəcə. Şəkilə də diqqətlə baxın ki, biri iti, biri çordur. Yəni, özünüzü orada çaşdırmayın. Sonra, məsələn, qəşəng suallardan biri. Sonra ki, baxın, 16-cı sual. Yenə, paralellik varsa xəttləri uzadın. Baxın, bunu uzatdıq. Uzatdıq, qəşəng. Bir saniyə. Aha, uzatdıq bunu. Bura 100 dərəcədirsə, uyğun tərəfləri paralel olan bucaqların biz bilirik ki, daha doğrusu uyğun tərəfləri bir saniyə, hə. Paralel düz xəttlərdə daxili bir tərəfli bucaqların cəmi 180-dir. Bura 100-dürsə, bura olur 80. 80-dırsa, burada olur 100. Burada bir balaca üç bucaq var. Baxın, alfa xarici bucaqdır. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Deməli, aldıq nə qədər? 140 dərəcə. Haradadır? Y variantında. Yəni, xəttləri uzatmaqla da biz bunu tapa bilirik. Məsələn, baxaq, başqa bir maraqlı. Baxın, uşaqlar, bu sual tamam ki, qəliz gələ bilər. Əslində, qəliz deyil. Burada nə edəcəyik? Xəttləri uzadacam. Buyurun, uzadaq bu xətti. Paralellik var axı, deyir, D1 paraleldir D3-ə. Uzatdım. Bunu da uzatdıq. İndi, diqqətlə baxın. Deməli, bura 150-dirsə, avtomatik bura olacaq. Daxili bir tərəfli bucaqların cəmi 180 daxil. Bura olur 30. Burada da mən açıq bucaq görürəm. 2x üstəgəl x üstəgəl 30 bərabərdir 180-da və buradan 3x bərabərdir 150, x-iniz olur 50. Yaxşı, x-imiz 50-dirsə, bura olacaq 100, bura olacaq 50, bura olacaq 30 və burada bir qəşəng 4 bucaqlı var. Diqqətlə baxın. İstənilən 4 bucaqlının daxili bucaqların cəmi 360-dır. 30 üstəgəl 50 üstəgəl 128 eləyir mi? 208 dərəcə. Burada bir x deyək. X üstəgəlsin 208 bərabərdir 360-a və buradan x bərabərdir 152 dərəcə. Yazıram bura 152 dərəcə və mən bilirəm ki, paralellik var axı burada. Daxili bir tərəfli bucaqların cəmi 180-dir. Deməli, alfa üstəgəl 152 dərəcə bizə verəcək 20, 180 dərəcəni və buradan alfanı alırıq. 180 çıx 152, alfamız olacaq 28 dərəcə. Bir sözlə, yəni əgər paralellik varsa, siz orada xəttləri uzadıb istənilən verilənləri tapa bilirsiniz. Məsələn, baxın, burada da 12-ci sualda niyə qorxursunuz ki, rahat bir sualdır. Baxın, uzatdım. Deməli, 270-dirsə, tam bucaq 360-dır. Bura olacaq 90 dərəcə. Mənə deyir, alfanı tap. Taparam, problem deyil. Burada nədən istifadə edeyim, Allah xoş getsin? Zigzagdan istifadə edə bilərəm. Zigzaga görə bizim alfanı istəyirəm. Deməli, birini götürdüm, birini ötürdüm, birini götürdüm. Hə, belə eləyək də, buradan başlayaq 150. İstəyirəm ki, alfanı tapım da məhsulumdur. 150-ni götürürəm, 70-i ötürəcəm. 270-i götürürəm. Bax, bunu götürdüm. Bu hissəni ötürürəm. Keçirəm sağ tərəfə. Sağ tərəfə baxın. Əgər 150-ni götürmüşdünüzsə, 30-u götürməyə ixtiyarınız yoxdur. 30-u götürmüşəm. Burada da verib 70. Onda bu hissə olacaq 290. Deməli, bərabərdir 290. Əgər 290 götürdüsə, 90-ı götürmürsünüz, üstəgəl alfa.
Və buradan alırıq ki, 270 üstəgəl 350, daha doğrusu 150 eləyir 420. 420-dən də 290-ı çıxırsınız, alfanız eləyəcək 130 dərəcə. Yəni mən bu sualda ziqzaqla getdim. İstəsəz siz də məsəl üçün ziqzaqsız da gedə bilərik əslində. Məsələn, necə gedərdim? Paralellik var eləmi? Paralellik var. Bunu belə uzatsam. Görün bir şey alıram burada. Yəni yollar çoxdur əslində. Belə uzatsam, bura 70-dirsə, bura olur 110. Üçbucaq qaydasına görə 110, 30, 140, bura olacaq 40 dərəcə. Çarpaz bucaqların xassəsinə görə onda burada olur 40 dərəcə. Əla. Bunu tapdım. Başqa mən nə edə bilərəm? Başqa bizə dəqiqə baxım. Görüm ziqzaq yaxşı yol idi yoxsa bu? Başqa mən bilirəm ki, bura 270 idisə, bura 90-dır. Düzdürmü? Sonra mən nə bilirəm? Aha, qəşəng. 40, 110, onda burada 110-dur. Böyük bir üçbucaq var. 110, 40, 150, onda bura olacaq 30 dərəcə. İstənilən üçbucağın daxili bucaqlarının cəmi 180-dir. Əla. Baxın, 90, 110 və 30. Burada bir dördbucaqlı yaranıb. İstənilən dördbucağının daxili bucaqlarının cəmi 360 deyilmi? Alfa üstəgəl 110, üstəgəl 90, üstəgəl 30 bərabərdir, yazacağım 360-a. O da eləyir, deməli, 110, 230, alfa üstəgəl 230 bərabərdir 360-a. Alfamız olacaq 130 dərəcə. Deməli, yenə də 130 dərəcəni ala bilirik. Yəni, yollar çoxdur. Sadəcə diqqətli olun, nə bilim, üçbucaq qaydasıdır, dördbucaqlının daxili bucaqlarının cəmidir. Bunları bilən kimi avtomatik, yəni, sualları tapa bilirsiniz, cavabları tapa bilirsiniz. Məsələn, baxın, 9-cu tip sual, qəşəng sualdır. 9-cu tip sualda ziqzaq yarada bilərsiniz. Bunu da sizə saxlayıram. Baxın, xətti uzadın və ziqzaq qaydası ilə həll edin. Məsələn, bura 80-dırsa, uşaqlar ipucu verə bilərəm. Burada 80. 80, 90, 170, açıq bucaq 180, daxı. Burada oldu 110. Əla. Və bundan sonra siz artıq ziqzaqla gedə bilərsiniz. Necə gedəcəyik? Baxın. Deməli, birini ötürürəm, alfanı götürəcəm. Alfanı götürdümsə, buranı ötürəcəm. 40-ı götürürəm və bu hissəni ötürdüm. Keçirəm sağa. Yuxarıdan 10-u götürəcəm. Alfanı götürmüşəmsə, bu hissəni götürmürəm. Deməli, sonra 50-ni götürürəm. Baxın, bu qırmızıda 40-ı götürmüşəmsə, D-ni götürmürəm artıq. 160-dırsa, buradan da 20-ni götürürəm. Görün, nə qəşəng oldu. Alfa üstəgəl 40 bərabərdir. Aldım, deməli, 80 və buradan da alfa oldu 40 dərəcə. Başqa üsulla da tapa bilərsiniz. Təklifləri olanlar şərhlərə yaza bilərlər. Yəni, bir sözlə, paralellik əlamətlərini bilsəz, xəttləri məntiqlə uzatsaz, yəni bu bucaqları tapa bilərsiniz. Məsəl üçün, uşaqlar, 16-cı sualda qonşu qarşı bucaqları tətbiq edən kimi cavab çıxır. Yəni, burada qeyri-adi düstura ehtiyac yoxdur. Əlavə suallar olaraq da ekrana gətirərəm, birində siz taparsınız. Məsəl üçün, şərhlərə də yaza bilərsiniz. Bu sualda cavabı tapana əşq olsun. Bunlar artıq sizə ev tapşırığıdır. Baxın, 16. Bir dənə də ev tapşırığı verim, şərhlərə yazarsınız. Məsələn, gözəl sual burada 7-ci sualdır. Şərhlərdə yazarsınız. Çox qəşəng sualdır. Qonşu qarşı daxili bir tərəflərin xassələrini tətbiq eləsəz, cavablar çıxacaq. Bir dənə də gözəl sual budur. 3 dənə sual verdim. Buyurub şərhlərə yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Videomuzu bəyənməyi və paylaşmağı, sınaq qruplarımıza qoşulmağı unutmayın. Qeyd edim ki, bizim ödənişsiz sınaq qruplarımız da var. Həm məktəb şagirdləri, həm buraxılışa, bloka hazırlaşan şagirdlərimiz üçün də sınaqlarımız var. Buyurub qoşula bilərsiniz.